Salam dostlar, artıq axşam deyil, gecə saat 1-dir və bayram bax belə yekunlaşdırırıq. Dostlar, həqiqətən də bu Ramazan bayramıdır, Novruz bayramıdır, Qurban bayramıdır. Yəni bir başqadır da, bir başqadır və bu adət-ənənələri də gərək biz yaşadaq, övladlarımıza bunları elə xatırladaq ki, həyatlarında elə bir iz salaq ki, yəni deməsinlər ki, ay bu nə adətdir, bu nə bayramdır. Və həqiqətən də çaşbaş qalırlar ki, niyə məsəl üçün Bakıda belə qeyd olunur, niyə Füzulidə bu cür qeyd olunur, niyə Mişlidə bu cür qeyd olunur və mən ona izah etmək istəyirəm ki, hər yerin öz adət-ənənəsi var. Bu qız istəməkdə də belə olur, toylarda da, qız toyunda, oğlan toyunda da. Yəni hər yerdə bir cür adətlər var və milli bayramlarımızı da fərqli qeyd edə bilirik. Kimisi 20-si qeyd edir, kimisi axır çərşənbə ilə axır çərşənbəsində qeyd edir. Əsas odur ki, yəni ailəsi ilə birlikdə qeyd edirlər. Heç kimə işinə qarışa bilmərik, heç kimi müdaxilə edə bilmərik. Amma mənə çox maraqlıdır ki, sizdə Novruz bayramı da il axır çərşənbədə mi qeyd olunur, yoxsa Novruz bayramında? Yəni bilirəm ki, axır çərşənbələrdə biz fala baxardıq, qapı pusardıq, papaq atardıq. Amma bunu 20-si də edirdik. Amma 20-sində çox böyük bir süfrə açardıq. Amma bəzi yerlərdə isə 20-si demək olar ki, süfrə açmırlar. Artıq axır çərşənbəni bayram kimi qeyd edirlər. Və siz də öz adətlərinizdən yazın. Məsəl üçün qız oğlan toylarının fərqliliyindən siz fərqli nə görürsünüz, sizə nə maraqlı gəlir, qaranlıq qalır. Çünki həqiqətən də bu cür bir-birimiz şərhlərini oxumaqla hər bölgənin öz bayram adət-ənənələrindən, digər toy adət-ənənələrindən bir xəbər olmayacaq, xəbərimiz olacaq, belə götürək. Özünüzdən müğayət olun, fikirlərinizi də yazın, siz nəyi necə qeyd edirsiniz və razısınız o adətlərdən, yazayıq. Hələlik.